ki, bir çoxları bu platformalarda sadəcə bayağı yollarla məşhurlaşmağa çalışır. Belə olan halda cəmiyyətə, gənc nəslin təlim tərbiyəsinə ciddi zərər vururlar. Nə yaxşı ki, vətənpərvərlik ruhunun aşılanmasında, şagirdlərin savadlı, milli dəyərlərə uyğun böyüməsində əlindən gələni edənlər də var. Sabunçu rayonu 170 saylı tam orta məktəbin müəllimi Vüsalə Qasımova kimi onun maraqlı və həm də örnək ola biləcək təcrübəsindən danışacaq. Bəzən sosial şəbəkələrdə məşhurlaşmaq üçün müxtəlif əyləncə yarışları təşkil etməklə canlı yayım açılır, milli mənəvi dəyərlərimizə zidd olan paylaşımlar edilir. Nəzərə alsaq ki, bugün sosial şəbəkədən istifadə edən yetəri sayda insan var və onların arasında təəssüf ki, məktəblilər də yer alır. Müsahibimiz Vüsalə Qasımova isə azyaşlıların, şagirdlərin gələcəyini düşünərək maraqlı bir addım atıb. O, sosial şəbəkədən onun üstünlüklərindən fərqli formada istifadə edir. Belə ki, 20 yanvar, zəfər və digər əlamətdar günlərdə şagirdlərini həmin məkanlara apararaq onları vətənpərvərlik ruhunda böyüdür. Dərsi elə həmin məkanda təşkil edərək azyaşlıların yaddaşında müsbət təəssüratlar, vətənə, xalqa bağlılıq hissləri aşılayır. Sonradan həmin kadrları qısa video çarxlar vasitəsilə sosial şəbəkələrdə paylaşır. 20 yanvar şəhidlərinə aid mövzumuz olanda çalışıram gətirəm şəhidlər xiyabanına. Burada keçirik dərsimizi, hansı şəhidlərimizə aid mövzular varsa aparıram oraya. Hətta idman sahəsində olan mövzularımız var. İdman meydançalarını aparıram. Cənab Nazirimiz Emin Əmrullayevin verdiyi bütün təlimatlar əsasında tapşırıqlarını yerinə yetirərək bax o keçdiyimiz dərsləri, tədbirləri sosial şəbəkədə paylaşırım. Ali Baş Komandanımız İlham Əliyevin fəaliyyəti dövründə yetişən gənclərimizin etdiyi qəhrəmanlıqları bax biz yayımlamalıyıq ki, yeni nəslin nümayəndələri də gələcək nəslə görüb bax bunları ötürə bilsinlər. Şəhidlərimizi ziyarət edirik. Orada bizə müəllimi şəhidlər haqqında məlumat verir. Müəllimə bizi fəxri xiyabanına aparır. Orada şəhidlərimiz haqqında məlumat verir. Şəhidlərimizi ziyarət edirik. Hətta bugün onun dərs dediyi 170 nömrəli tam orta məktəbin sinif otağı da vətənpərvərlik ruhunda bəzədilib. Partaların üzərini isə üç rəngli bayrağımız bəzəyir. Bəzən mənə sual verirlər ki, müəllimə yorulmursan bu qədər işləri gördüyündə. İnanın səmimiyyətimə əksinə zövq alıram. Sevə-sevə edirəm. Hər bir kəs öz peşəsini sevə-sevə icra etsə, mən düşünürəm ki, xariqələr yaradarıq. Vüsalə Qasımova 44 günlük vətən müharibəsində şəhid olan igidlərimizə həsr olunan Zirvənin Sahibləri adlı kitabda yazıb. Kitabda şəhidlərimizin məktəbli dövründən ta qəhrəmanlıqlarına qədər olan dövrə aid maraqlı, ibrətamiz məlumatlar toplanıb. O, bugün işini sevə-sevə etdiyini və bundan qürur hissi keçirdiyini deyir. Bu cür layihələri bundan sonra da davam etdirməyi düşünür. Kim bilir, bəlkə də gələcəyin qəhrəmanları elə onun sinifində böyüyür. Ağcəl Əskərli, Pərviz Əliyev, ATV Xəbər. Son 5 ildə 23 vətən müharibəsi